Bəli, hər axşam olduğu kimi bu axşam da Avto FM radiosunda biz görüşürük qaydalara pozma verilişində. Aparıcınız mənəm Ceyhun Həsənli. Hər birinizi ürəkdən salamlayıram və hər birinizi sığorta ilə bağlı olan müzakirəmizi dinləməyə dəvət edirəm. Bugün avtomobil sığortası mövzusuna belə deyək, biraz fərqli prizmadan baxacağıq. Sürücülərin əksəriyyəti sığortanı yalnız qəza baş verəndə xatırlayır, amma problem də elə bundan sonra əslində başlayır. Mən sığortalanmışam, amma niyə ödəniş verilmir? Sual yaranır ki, problem sığorta şirkətindədir, yoxsa sığortalının elə özündədirmi? Ümumiyyətlə müqaviləni oxumuruq, yoxsa şərtlər yetərincə aydın deyil. Bir sözlə mövzumuz belədir ki, sığorta şirkətlərinin sığortalıya münasibəti necə olmalıdır? Sığortalı nəyi bilməlidir və ən çox hansı səhvləri edir? Və qonağımızı da sizə təqdim edeyim. Bugün Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev bizimlədir. Xoş gördük sizi. Salam, hər vaxtınız xeyirli olsun. Sizi və bizim dəyərli dinləyicilərimizi mən də salamlayıram. Biz maraqlı bir mövzu ətrafında hesab edirəm danışacağıq və bildiyiniz kimi sığorta müqaviləsi varsa, bir sığorta şirkəti tərəfindən bir öhdəlik var və təbii ki, sığorta müqaviləsi varsa, ödənilmiş bir sığorta haqqı var. Yəni sığortalı bir ödəniş, bir pul müqabilində öz avtomobilini və ya digər bir predmeti, əmlakını sığorta etdirib. Buna görə bu münasibətləri biz daha yaxşı görməliyik və daha yaxşı təhlil etməliyik. Eyni zamanda dinləyicilərə də bununla bağlı ismarışlarımızı daha yaxşı ötürməliyik ki, və bu produktiv bir veriliş olsun. Bəli, əlbəttə söz yox. Hər zaman sizlə müzakirə maraqlıdır və bütün suallara da açıq, aydın cavab verirsiniz. Mən əminəm ki, bugün də avtomobil sığortası ilə bağlı ola bilər müəyyən suallar var dinləyicilərimizdə, ona bir cavab axtarırlar. Emin bəy sizə kömək eləyə bilər. Bizim bugünkü qaydaları pozma verilişində 055 455 1077-yə yazılı və səsli mesajlar göndərin. Emin bəy, bilmirəm, bu sualı sizə vermək olarmı, olmazmı, amma siz özünüz sığortaçısınız və şirkətdə çalışırsınız. Amma sığorta şirkətləri müştərilərə daha doğrusu məlumatı kifayət qədər aydın şəkildə, şəffaf şəkildə təqdim edirlərmi? Yəni, düzdür, bəzən qeyd edirlər ki, məlumatlar kifayət qədər çoxdur, yəni bunların hamısını yadda saxlamaq məsələləri var, yəni dinləyici və vətəndaş nöqteyi nəzərindən mən deyirəm. Və sığorta şirkətləri müştərilərə məlumatı necə çatdırırlar? Bu kifayət eləyirmi? Hansı məqamlara indi müasir dövrdə 2025-ci ildir, artıq yola salırıq, 2026-ya doğru gedirik. Yəni nələr kifayət edir, nələr kifayət eləmir sizə görə? Bilmirəm, yəni kifayət eləmir demək biraz bəlkə də xoşunuza gəlməyəcək bu məsələ, amma sadəcə bilmək istəyirəm. Buyurun. Çox sağ olun, təşəkkür edirəm sualınıza görə. Ümumiyyətlə hər bir müqavilədə tərəflərin bir öhdəlikləri formalaşır və hüquq və vəzifələri formalaşır. Əgər biz söhbət təkcə sığorta müqaviləsindən getmir, bir müqavilə bağlayırıqsa tərəflə, burada təbii ki, biz öz müqavilə şərtlərimiz haqqında məlumat almalıyıq. Bilirsiniz, bəzi hallarda şəxs sığorta müqaviləsi bağlayır və qeyd etdiyiniz məqamlar baş verir. Əfsuslar olsun ki, müqavilə şərtlərini oxumur və yaxud ümumiyyətlə bu halları müqavilədəki qeyd olunan istisnalar, şərtləri çox da belə deyək, sual yaranmır onda və sığortaçıya bununla bağlı hər hansısa bir sual ünvanlamır və nəticə nə ilə yekunlaşır? Bir sığorta hadisəsi baş verir və zərər çəkmiş şəxs daha sonra məlum olur ki, sığorta müqaviləsində bu şərt yoxdur deyə sığorta kompensasiyasını ala bilmir. Yəni heç özün də bəlkə xəbəri də yoxdur ki, əslində varmı şərti, yoxdurmu, heç özün də bilmir, məlumatsızdır. Bəli. Bu bir çox hallarda baş verir. Fiziki şəxslə müqavilə bağladıqda bunu yaşaya bilər bu problemi. Bir hüquqi şəxs, bir leasing şirkəti vasitəsilə avtomobil alan şəxs də bu problemi yaşayır. Yəni fərqi yoxdur. Siz əgər bir müqavilə bağlamısınızsa, mütləq qaydada o müqavilənin tərəfisinizsə, bu müqavilə şərtlərini oxumalısınız. Sizə aydın olmayan hissələri sığortaçıya sual olaraq ünvanlamalısınız və daha anlaşılan sadə dildə bir müqavilənin qarşılıqlı şəkildə
hazırlanmasını siz tələb etməlisiniz. Biz bu könüllü sığortalara münasibətdə bu məqamı mən sizin diqqətinizə çatdırıram. Çünki icbari sığortalar bilirsiniz ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, həmin qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir və bu da hesab edirəm ki, bir çətin bir proses deyil. Bugün biz avto icbari sığortanı artıq uzun illərdir ki, istifadə edirik. Həm istehlakçılar, həm sığorta şirkətləri bu nöqteyi nəzərindən vətəndaşların, istehlakçıların bununla bağlı yarandığı suallar artıq illərdir ki, cavablanır və bu nöqteyi nəzərdən hesab edirəm ki, insanlar avto icbari sığorta üzrə kifayət qədər maariflənibdir. Lakin digər növlər üzrə də bunda biz maarifləndirmə istiqamətində yaxşı nəticələri görürük. Amma misal üçün, könüllü sığortalarda bir sığorta şəhadətnaməsində elə bir məqam olur ki, bəli, bunu görürsünüz ki, istehlakçı bu məqamı bilmir. Heç soruşmaq da istəmir və məlum olur ki, bu soruşmadığı məqam gələcəkdə sığorta dəyişikliyindən imtinaya gətirir. Hesab edirəm ki, hər iki tərəf bir-biri ilə münasibətlərdə bu sığorta şirkəti də eyni zamanda sığortalı da, yəni potensial sığortalı, gələcəkdə sığortalanacaq şəxs də, biz buna istehlakçı deyirik. İstehlakçı da müqavilə bağladıqları zaman yaranmış sualları yerində həll etməlidirlər ki, gələcəkdə hər hansı bir negativ hallar rastlaşmasınlar. Bəli. Müqavilələrin bir qədər mürəkkəb yazılması ilə bağlı yəni fikirlər söyləyirlər. Sadələşdirilməsi nə dərəcədə mümkündür? Bax, bu məsələ də çox prioritetdir. Yəni bəzən deyirlər ki, çox yəni xırda yazılır, çox mürəkkəb dildədir, daha rahat şəkildə deyil, yəni ki, bizim anlaya biləcəyimiz şəkildə deyil. Çünki insanlar da müxtəlifdir axı, Emin bəy. Yəni hər kəs eyni qavramaya bilər, hər kəs eyni belə deyək, onu hardasa dərk etməyə bilər. Çünki bəzi terminlər var ki, hansı ki daha mürəkkəb gələ bilər vətəndaşa. Bilməm, yəni onun mürəkkəbliyini necə sadələşdirmək olar? Olarsa əgər necə mümkündür bu? Mən qeyd etmək istərdim ki, bugün bir çox sığorta şirkəti, demək olar ki, elə bütün sığorta şirkətlərində bağlanan müqavilələrin yəni daha anlaşılan dildə olduğunu biz müşahidə etmiş oluruq. Yəni burada əsas məsələ nədən ibarətdir? Əvvəlki dövrlərdə bəli, müəyyən biz sığorta şəhadətnamələri ilə rastlaşa bəlkə də bilərdik ki, orada hər hansısa bir terminologiyadan istifadə olunur. Baxın, bu günlərin şərti olaraq deyirik, franşiza adlandırdığımız bir sığorta termini azad olma olaraq sığorta müqavilələrində qeyd olunur. Və yaxud digər bir hansısa bir fərqli beynəlxalq belə deyək, praktikada istifadə olunan hər hansısa bir termin, o da Azərbaycan dilində istehlakçıya təqdim olunur. Yəni müqavilənin dilinin tərəflər arasında bu gün əgər Azərbaycan dilində biz müqavilə buraxırıqsa, həmin müqavilənin terminologiyalardan da çox uzaq olaraq, yəni bu müqavilənin hazırlanması hesab edirəm ki, sığorta şirkətlərində də belədir və burada əsas məsələ istehlakçının da həmin müqaviləni əlinə aldıqda, oxuduqda özünü sərbəst başa düşməlindən söhbət gedir. Və qeyd etmək istədim ki, sığorta bir nəzarət edilə bilən bir maliyyə institutudur. Yəni burada sığorta şirkətləri bir müqavilə hazırladığı zaman, misal üçün kasko sığortası hazırladığı zaman onun şriftini misal üçün çox oxuna bilməyəcək səviyyədə etməyi bu əslində doğru bir şey deyil. Belə müqavilələrlə biz rastlaşmırıq. Çünki nəzarət olunan bilən nəyə görə bunu qeyd etdim? Gələcəkdə bununla bağlı regulyator qarşısında cavab verə bilər və yaxud istehlakçı ümumiyyətlə bu müddəanı təkcə sığorta müqaviləsində yox, biz bəzi yerlərdə də görmüşük, gedib bir müqavilə bağlayırıq, çox oxuna bilməyəcək səviyyədə, lupa səviyyəsində gəldi. Biz baxmalıyıq ki, buna ki, biz bu şərti oxuya bilək və bu şərtdən sonra nəticəni necə çıxara biləcəyik. Və sevindirici məqamlardan biri budur ki, bugün sığorta şirkətlərinin əksəriyyəti daha çox necə deyək, inkişaf edən texnologiyalardan istifadə edirlər. Burada süni intellekt ola bilər, digər informasiya texnologiyalarından istifadə ola bilər. Sığorta müqavilələrin ya deməli aşağı hissəsində və ya bir hissəsində ola bilər, yuxarıda və ya aşağıda QR kod da mümkündür ki, qoyulur. Siz QR kodla yaxınlaşdıraraq da həmin müqaviləni öz mobil telefonunuzdan yükləyərək oxuya bilirsiniz.
Çünki hamı artıq mobilləşməyə daha çox meyllidir. Elektron qaydada bəli. siz sığorta şirkətinin deməli şəxsi kabinetə daxil olaraq bir qeydiyyatdan keçib orada öz müqavilənizi elektron qaydada əldə edə bilirsiniz. Yəni imkanlar kifayət qədər genişdir ki, istehlakçıya daha yaxşı xidmət göstərilə bilsin. Çünki bu təkcə bir məhsulun satılması deyil. Yəni şirkət burada bunu bu formada təhlil etmir ki, bəli, mən bu gün bir kasko sığorta müqaviləsi müştəriyə təqdim etdim, bəli, o bundan istifadə edəcək. Xeyr, bu belə deyil. Burada çarpaz satışlardan söhbət gedə bilər. Gələcəkdə həmin müştəri digər sığorta məhsulunu həmin şirkətdən ala bilər. Yəni burada bir əslində təqdimatdan söhbət gedir. Ona görə hesab edirəm ki, bu gün sığorta şirkətləri satış nöqteyi nəzərindən də bu məqamlara diqqət edirlər və həssas yanaşırlar ki, istehlakçı bağlanan müqavilədə aldığı məhsulda çətinlik çəkməsin. Bəli. Səsli mesajımız var. İlk səsli mesaj dinləyicimizi buyursun. Hər kəsə salam. Mən Əsəd. Aleykümsalam. Sualım qəzadan sonra dəymiş zərərdən əlavə maşının bazar dəyərinin itirilməsi ilə bağlıdır. Həmin o qəzadan əlavə itirilmiş bazar dəyəri niyə ödənilmir? Səhv bilmirəmsə xarici ölkələrdə belə bir təcrübə var. Və yaxud bunu elə bir şey eləmək olarmı ki, illik müəyyən faiz artıq ödəyəsən ki, yəni qəza vaxtı həmin o fərq zərər çəkmişə ödənilsin. Təşəkkür edirik dinləyicimizə suala görə. Təşəkkür edirik, bəli, sual üçün. Ümumiyyətlə avtomobillərin müəyyən istehsal ildən sonra, yəni əgər bu avtomobil 2025-ci ilin istehsal ilidirsə, buna bir köhnəlmə tətbiq olunmayacaq. Bu sığorta qaydalarında nəqliyyat vasitəsinin 2 ildən, 3 ildən artıq belə deyək, yaşı varsa, bu halda köhnəlmə əmsalının tətbiq olunması nəzərdə tutula bilər və bunun üçün təbii ki, siz könüllü sığorta olduğu üçün siz avtomobilinizin köhnəlmə əmsalının tətbiq olunmaması bir məqamını da sığortaçı ilə razılaşdıra bilərsiniz. Bilirsiniz, bu əslində beynəlxalq təcrübədə də deməli nəzərdə tutulan bir məqamdır. Əgər sizin avtomobilinizə, burada bu məqamı da biz nəzərdə almalıyıq. Sual ümumi bir sualdır. Yəni konkret belə bir halın baş verdiyini dinləyicimiz demir. Ümumiyyətlə bir sualdırsa. Burada sizin əgər avtomobilinizə ikinci əl dediyimiz, yəni işlənmiş bir ehtiyat hissəsi ilə avtomobil təmir olunursa, burada artıq köhnəlmə əmsalı nəyə tətbiq olunacaq? Yəni artıq ikinci əldir. Bu bir növ yeni bir necə deyək, ehtiyat hissəsi deyil də. Bu gün biz demək ki, avtomobil ehtiyat hissələri bazarında araşdırma edilir ki, deyək ki, avtomobilin bir arxa stopu axtarılır. Bir var ki, yenisi var və yaxud istifadə olunmuşu var. Əgər istifadə olunmuş olacaqsa sizə niyə köhnəlmə tətbiq olunsun? Bu halda tətbiq olunmayacaq. Yenisini əgər sizin avtomobilinizlə quraşdırarlarsa və avtomobiliniz də təbii ki 2025-24-cü il deyilsə, bir köhnə avtomobildirsə, bunun bir 3-5 yaşı olan bir avtomobildirsə, bəli, burada köhnəlmənin tətbiq olması nəzərdə tutula bilər. Bu da sığorta qaydalarına, müqaviləyə görə dəyişə bilən bir məqamdır. Əgər siz bunu istəmirsinizsə, sığortaçınızla sığorta müqaviləsi bağladığınız zaman bunu razılaşdıra da bilərsiniz, əlavə sığorta haqqı ödəyə bilərsiniz. Biz bunu hər səfər vurğuluyuruq verilişlərdə, kütləvi informasiya vasitələrində. Könüllü sığortanın üstünlüyü ondan ibarətdir ki, siz sığortaçı ilə bərabər sığorta şəhadətnaməsini dizayn etmək hüququna maliksiniz bir növ. Yəni bu bir hüquq kontekstində nəyə görə vurğuluram? Yəni bunu rahat şəkildə siz deyə bilərsiniz ki, misal üçün azad olma tətbiq etməyə bilərikmi? Və yaxud da ki, müqaviləni digər əlavə təminatlar siz qeyd edə bilərsiniz ki, bu təminatı sığorta şərtlərinə əlavə edə bilərikmi? Bax, bu kimi məqamlar əslində könüllü sığortanın üstünlüklərindəndir ki, bunları siz sığortaçı ilə danışıb əslində müqavilənizin tərkib hissəsinə də daxil edə bilərsiniz. Və keçid alaq digər məsələlərə. Emin bəy, eyni hadisəyə görə niyə müxtəlif sığorta şirkətləri bəzən fərqli qərarlar verirlər? Deyək ki, müxtəlif sığorta şirkətləri var, qərarlar bəzən fərqli olur. Yəni bu nədən dolayı olur və nədən irəli gəlir? Bilirsiniz, Cəmil, məsələ bundan ibarətdir ki, əgər
bir hadisə baş veribsə, ilk növbədə bu hadisənin sığorta hadisəsi olub-olmaması müəyyənləşdirilməlidir. Yəni hər baş vermiş hadisəni biz sığorta hadisəsi kimi hesab edə bilmərik. Sözsüz əlbəttə. Əlbəttə bu hadisənin motivlərinə baxmaq lazımdır. Bu yol nəqliyyat hadisəsidirsə, hadisəni təsdiq edən müvafiq icra hakimiyyəti orqanı, burada dövlət yol polisindən söhbət gedirsə, dövlət yol polisi hadisəni qeydiyyata almalıdır. Bunun forma 4 arayışı olmalıdır. Təbii ki, dövlət yol polisi tərəfindən qeydiyyata alınmayan hadisə başqa bir kontekstə gedibsə, bu mütləq qaydada məlumatlandırma olmalıdır. Sığorta şirkətini məlumatlandırılması olmalıdır. Yəni, bu mərhələli şəkildə əgər hadisə baş verdikdən sonra addımlar atılırsa və yekunda sığorta hadisəsi kimi bu baş vermiş hadisə tanınırsa, hesab edirəm ki, A, B sığorta şirkətinin heç bir fərqi yoxdur. Burada hadisə sığorta hadisəsi kimi tanınacaq. Və ya imtina üçün bir məqam varsa, bəli, burada qanunvericiliyə uyğun imtinanın yazılı şəkildə bildirilməsi zərurəti yaranacaq. Bilirsiniz ki, icbari sığortalar icbari sığorta haqqında qanunla tənzimlənir və təbii ki, mülki məcəllə ilə tənzimlənir. Əgər Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, bəli, burada üst tutula bilər. Könüllü sığortalarsa sığorta qaydaları ilə tənzimlənir. Hər bir sığorta şirkətinin özünün hər məhsulu üzrə, könüllü sığorta üzrə sığorta qaydaları mövcuddur. Əgər siz bu qaydalara istisnalar və hansı hallar ki, sığorta ödənişindən imtinaya səbəb olur, bu halları yaşamırsınızsa, hadisəniz qeydiyyata alınacaq və normal prosedurlara uyğun olaraq sizə zərər ödənişi təmin ediləcək. Yəni, fərqliliklər yalnız burada ola bilər ki, təmir prosesində, qiymətləndirmə prosesində və bu kimi sənədləşmələrdə, yəni qeyd etdiyimiz məqamlarda, hansı ki, qiymətləndirmə və deməli, təmir prosesində. Yəni, belə deyək də, hər sığorta şirkətinin özünün öz prioritetləri var. Əlbəttə. Bəli. Lakin bu o demək deyil ki, hansısa sığorta şirkəti qiymətləndirməni aşağı edəcək, digər isə yuxarı. Bu belə deyil. Yəni, avtomobilə dəymiş zərərin qiymətləndirilməsini bu günlərin təbii müqavilə şərtləri də önəmlidir. Bunu da qeyd etmək istəyirəm ki, əgər avtomobil rəsmi servis mərkəzində təmir olacaqsa, təbii burada qiymət digər servis mərkəzinə münasibətdə biraz fərqli ola bilər. Lakin digər hallarda siz eyni qaydada X bir avtomobil markasının əgər Bakıda bunun təmiri mümkündürsə və bunun rəsmi servis mərkəzi varsa, A şirkəti də orada təmir etdirsə, eyni qaydada zərər məbləği çıxacaq, digər sığorta şirkəti də. Yəni, burada qiymət fərqləri də yalnız servis mərkəzlərində və digər qeyri-rəsmi servis mərkəzlərində edilərsə qiymət fərqi formalaşa bilər. Hesab edirəm ki, bu baxımdan hər hansısa bir ciddi qiymət fərqləri yəni yalnız servis və qeyri-rəsmi servis mərkəzlərində olarsa qiymət fərqləri ola bilər. Digər şərtlər isə standart olaraq tətbiq edilməlidir. Emin bəy, səsli mesajla davam edək. Dinləyicimiz göndərib, buyuraq. Mənim belə bir sualım var. Salam əleykum. Əleykum salam, buyurun. Axşamınız xeyir. Deməli, daha öncə bir qardaş bu sualı verdi, amma tam dolğun cavab verilmədi. Baxın, mənim avtomobilim 2024-cü, 2025-ci ilin avtomobilidir. Yəni, konkret öz avtomobilimdən deyim, 2025-ci ilin avtomobilidir və hadisə baş verir. O bazar dəyəri ilə bağlı qardaş sual verdi və hadisə baş verir. Mənə yalnız dəyən ziyanı qiymətləndirir sığorta şirkəti. Amma deyəlim ki, avtomobillə rəng dəyəcək. Artıq avtomobilə rəng dəyəndən sonra bu avtomobilin bazar qiyməti düşdü. Yəni, zavod rəngindən fərqli olduğu detalda deyəlim ki, təmir işi aparıldı, o şpaklovka dediyimiz, şpaklovka vuruldu, rəng vuruldu və bu zaman avtomobilin dəyəri, bazar dəyəri düşür. Və bu itkini kim kompensasiya edir? Yəni, əslində sığorta bunu kompensasiya etməlidir. Yəni, dəyən ziyandan əlavə
mənim avtomobilim bazar dəyərində itirdiyim qiyməti də kompensasiya etmək. Təşəkkür edirik. Buyurun Təşəkkürlər Emin bəy. sualınız üçün. Bu hansı sığorta növündədir əslində ki, sığorta şirkəti belə deyək, avtomobilin rənglənməsinə görə, avtomobilin bazar dəyərinin itirməsinə görə öhdəliyi daşısın. Belə bir sığorta məhsulu hesab edirəm ki, bu gün çox Azərbaycan bazarında aktual deyil ki, yəni avtomobilinizin əgər yol nəqliyyat hadisəsi baş verib, bunun bir ehtiyat hissəsi dəyişəcək, avtomobil vurulmuş ehtiyat hissəsi olacaq, vurulmuş bir nəqliyyat vasitəsi olacaq, yol nəqliyyat hadisəsi keçirilmiş bir nəqliyyat vasitəsi olacaq və dəyəri düşəcək. Bunu siz dəyərin itməsi ilə bağlı bir sığorta məhsulu ayrıca bir müqavilə bağlayaraq belə deyək, avtomobilin dəyərinin itməsi ilə əlaqədar bir müqavilə bağlayıb sığorta təminatı ala bilərsiniz. Lakin standart müqavilədə, hətta bu sualı biz icbari sığorta və ya könüllü sığorta kontekstində olduğunu tam dinləyicimiz bildirməsə də, gəlin hər iki aspektdən biz baxaq. Əgər icbari sığortadan söhbət gedirsə, icbari sığortada dəymiş zərərin aradan qaldırılması nəzərdə tutulur. Könüllü sığortada da belədir. Yəni avtomobilə dəymiş zərərin sığortaçının öhdəliyi nədən ibarətdirsə, həmin öhdəlik həcmində sığorta şirkəti həmin öhdəliyini yerinə yetirmiş olacaq. Və məsuliyyət daşıyır. Bəli, məsuliyyət daşıyır. Yəni sizin sığorta müqavilənizdə icbari sığortada avtomobilin ehtiyat hissəsinin dəyişdirilməsi, avtomobilin əvvəlki vəziyyətə gətirilməsi, onun rənglənməsi bu kimi hallar nəzərdə tutulub, avtomobilin dəyərdən itməsi, mənəvi zərərlərlə bağlı iddialar, bundan başqa tutaq ki, sizin avtomobilsiz qalmağınızla bağlı, gəlir itkinizin olması ilə bağlı hallar icbari sığortada nəzərdə tutulmayıb. Ola bilər ki, bir şəxs avtomobillə deyək ki, taksi fəaliyyəti ilə məşğuldur və yol nəqliyyat hadisəsi nəticəsində avtomobil zədələnibdir. 10 gün avtomobilsiz qalacaq və gəlib iddia qaldıra bilər ki, bəli, mən 10 gün avtomobilsiz qalmışam. Siz mənə buna görə, hər günə görə mən qazanırdım. Tutaq ki, 100 manatlıq bir məvacib qazanırdım. Buna görə də siz mənə 1000 manatlıq bir ödəniş eləməlisiniz. Sığorta şirkətinin qanunvericiliyi ilə bir öhdəliyi varmı? Təbii ki, xeyr. Bəli, icbari sığortaya münasibətdə. Könüllü sığortalarda da deyək ki, sizin avtomobilinizin dəyərinin itməməsi ilə bağlı siz belə bir sığorta məhsulu sığortaçı ilə belə bir təklif irəli sürə bilərsiniz ki, belə bir məhsul sizə təqdim eləsin və yaxud belə bir şərt əlavə eləsin. Amma avtomobilin dəyəri təbii ki, itməlidir axı. Yol nəqliyyat hadisəsi iştirakçısı olubsa, yəni müəyyən qədər, heç iştirakçısı olmayıb gəlin belə deyək. Hər il avtomobilin müəyyən qədər dəyəri amortizasiya olunacaq avtomobiliniz. Bəli. İstənilən hər bir şeyi belə götürsə, yəni lap elə bu telefon belə, yəni istərsəniz bəli. Çünki bu istifadə olunubdur. Siz bundan istifadə etmisiniz. Kilometrajı. Yəni istifadə olunmuş, üzr istəyirəm, istifadə olunmuş bir şey artıq köhnə sayılır. Bəli, köhnəlir. Yəni köhnəlir yəni. Əlbəttə köhnəlir və köhnəlmə əmsalı tətbiq olunur buna. Biz az əvvəl buna münasibətlə aydınlıq gətirdik. Lakin sizin avtomobilinizin dəyərdən düşməməsinə görə bir sığorta məhsulunun olması artıq bu biraz yenə deyirəm, bunun bir ayrıca bir sığorta şirkətinə necə deyirlər, bu təklif təqdim olmalıdır, irəli sürülməlidir ki, bəli, belə bir məhsul ortaya çıxsın, dəyərdən düşməklə bağlı. Bu artıq hesab edirəm ki, çox da aktual olmayan bir məsələdir. Növbəti səsli mesajı dinləyək, buyursun dinləyicimiz. Salam, axşamınız. Axşamınız xeyir olsun xanım. Buyurun. Deməli 2 il bundan öncə nəsə bir hadisə oldu. Maşını profkadaydıq, sürtdü getdi. Nəysə sonra mən onun nömrəsini falan yadımda saxlamışdım deyə onu çağırtdırdılar Xətai rayon polisə. Yol hadisə kimi, yəni o qeydə alındı, registrasiyadan keçdi hər şey və mənə bir vərəq verdilər ki, hə, falan qədər sığortada şirkətdən alacaqsan. Nəysə vaxtım olmadığına görə heç getmədim, o deyilən yerə də getmədim. Elə öz hesabıma remont elədim, çıxdı getdi. İndi bayağı siz danışırsınız, yadıma düşür o. Ki mən mənə ayrılan o pul, para, hər nədirsə onun məbləği, məncə 2 il keçib üstündən. Yəni gedib onu təzədən o nədirsə mənim adıma qeyd olub, pasportum, pravam, hamısı orada qeyd olunub da. Gedib mən onu onu dirildib ala bilərəm, yoxsa necə?
Təşəkkür edirik xanıma. Emin bəy Çox sağ olun sualınıza görə. Buyurun. Ümumiyyətlə hər hansısa bir hadisə baş verirsə, bu qeydiyyata alınıbsa Dövlət Yol Polisi və sığorta Bəli, şirkəti bəli. tərəfindən və bu zərər hesablaması biz belə başa düşdük ki, müəyyən bir zərər məbləği hesablanıbdır, xanıma bildirilib ki, müəyyən bir məbləğ həcmində. Bununla bağlı siz həmin vəsaiti almamısınız. Bu hesab edirəm ki, heç bir çətinlik yaradan bir məqam deyil. Siz bir ay sonra, 5 ay sonra da həmin məbləği gedib sığorta şirkətindən ala bilirsiniz. 2 il. 2 il sonra da ala Bəli. bilirsiniz. Yəni sığorta hadisəsi baş verdiyi zaman sığortaçı nə edir? Bu hadisənin məlumatlanıb, bununla bağlı bir zərər ehtiyatı formalaşdırır və o sığorta şirkətində qalır. O zərər ehtiyatı qalır ki, sabahların, bax elə bu məsələlərə görə qalır ki, sabah Yox, üzr qapısını istəyirəm. döyüb sığorta Bəli, şirkətinin bəli. müraciət Yox, başa düşdüm. ediləcək ki, bu zərər Bir üzrə limit mənə yoxdur dəyişir. ki, illərlə bağlı 2 ildir, lap deyək 10 il misal üçün. Heç bir bəli, yəni, nə vaxt sığorta olsa şirkəti bununla bağlı bir qeydiyyat aparıbsa, məlumatı varsa, qeydiyyata alıbsa, o lakin həmişə var orada yəni. Bəli, bəli, bu artıq bildirilmiş bir zərər deməkdir. Sığorta şirkəti bununla bağlı, bu bildirilmiş zərərlə bağlı qeydiyyatını aparıbdı və zərər ödənişini ödəməyə hazırdır. Lakin xanım gedib belə başa düşdü ki, müraciət etməyib. Lakin siz məlumat verməmisinizsə, qeydiyyata alınmayıbsa və sığorta ödənişi üzrə müraciət etməmisinizsə, gəlin bu tərəfə də Bəli, baxaq. bəli. Sadəcə siz qeydiyyata aldırmısınız bu yol nəqliyyat hadisəsini ki, Dövlət Yol Polisi tərəfindən ki, belə bir hadisə baş veribdi və avtomobilinizi təmir etdirmisinizsə, baxın burada sığorta nöqteyi nəzərindən müəyyən Aha, bu da var, çətinlik çəkə bəli. bilərsiniz. Çünki avtomobili artıq təmir etdirmisiniz. Özünüz Burada artıq bir sığortaçının zərərin araşdırılması ilə bağlı bir imkanlardan məhrum olubdur. belə deyək də vətəndaş özü artıq kasko özü eləyib, yəni Özü bir növ bəli, kasko sığortasını könüllü belə deyək şəkildə. də, dəymiş zərəri özü qarşılayıbdır. Bəli, burada artıq müəyyən qədər çətinlik ola bilər. Nədən ibarət ola bilər bu çətinlikdəki? Sığorta şirkəti həmin zərərin araşdırılmasından məhrum olubdur. Siz sabah gəlib deyə bilərsiniz ki, bəli, burada bu hissə də zədələnmişdi, digər hissə də zədələnmişdi. Amma Hər şey aradan qalxıbsa bunu necə reallığa baxaq ki, bəli, bu belə olmaya da bilər. Əgər bunun siz necə deyək, gəlin həmin anda məlumatlandırma lazımdır. Amma məlumatlandırma etmisinizsə, hesab edirəm ki, və dinləyicinin mesajından da belə başa düşdük ki, müəyyən bir məbləğ də səhv eləmirəmsə, Bəli, bəli. Qeyd olunub orada. Bəli, bəli. Heç bir çətinlik olmayacaq bununla bağlı, bəli. İndi gedin, maraqlanın, hörmətli xanım. Əgər nəsə bir qaranlıq qalan nüanslar olsa, gələn həftə 4-cü günü həmişə Emin bəy bizim studiyamızdadır. Bildirərsiniz yəni bizə. Mənə də açıq maraqlı gəldi. Yəni mənə də maraqlı gəldi bu. Çox istəyərik ki, bax gələn həftə elə 4-cü günü Emin bəy yenə studiyamızda olacaq. Yəni sığorta məsələlərini biz müzakirə edəcəyik. Yenidən, yəni yəqin ki, bir həftə ərzində gedərsiniz də. Artıq 2 ildir. Əlbəttə. Yəni bir il gözləməzsiniz. Və ya sualı daha dəqiqləşdirib bizə göndərə bilər Bəli, ki, ümumiyyətlə sığorta şirkətinə bununla bağlı məlumat verilib yoxsa yox? Verilib, Çünki bəli, o bu da hissəsi var. biraz qaranlıq qaldı. Çox doğru. Əgər məlumatlandırma varsa, Bəli. bəli, biz bunu Bəli, vaxtımız da azalır. Elvin bəyin də səsli mesajı var. Dinləyicilər göndərirlər. Hər vaxtınız xeyir. Sualına cavab verəsiniz, zəhmət olmasa. Buyurun. Məsələn, mən bu gün avtoqazı keçirmişəm və görmüşəm ki, bu bizim siqortalar fərqi yoxdur. İndi adını çəkməyəcəm reklam olmasın Aha. deyə. Qiymətləndirmə olsun, pulun karta köçürülməsi olsun və bu siqortanın mənim məsəl üçün forma 4 olsun fərqi yoxdur. Onların hamısı uzun bir müddət alır. Mənim bu məsələn maşında da mən o məsələn çörək qazanıram. Mənim bu içkim kim tərəfindən kompensasiya olunmalıdır? Hə, tamam, indi məndən əvvəlki yoldaş sual vermişdi. Bu hansı ki məsəl üçün qəza, itkilər və ya qiymətin ölməsi o başqa. Amma siqorta niyə mənə gec cavab deyir? Qiymətləndirmə olsun, istər pulun karta köçürülməsi olsun. Yəni əgər bunlar təsdiqləyiblərsə və bunun nümayəndəsi mənim maşını qiymətləndiribsə, mən razılıq verirəmsə, niyə həmin dəqiqə pul köçürmürlər ki? Məni 10 gün, 15 gün uzadırlar. Və həmçində bu arada itkini mən kimdən istəməliyəm? Çünki məsələn mənim maşınım ondan sonra da bir 5 gün, 10 gün cələsidir. Mən belə baxıram, bir ay tutaq ki, zərər çəkəndə mənəm. Mənim heç bir günahım yoxdur. O bir ay itirdiyim günlərdə də mənim maşınla qazancımın itməsinin qarşılığını kim verməlidir? Yəni bu siqortalar niyə bunu biraz tezləşdirmir? Təşəkkür edirik suala görə. Bəli. Buyurun. Gəlin elə sualın ikinci hissəsindən başlayaq. Gəlir itkisi ilə bağlı siz icbari sığorta üzrə hər hansısa bir əfsuslar olsun ki, sığorta şirkətinə
müraciət edə bilməyəcəksiniz. İcbari sığortada sizin avtomobilinizə dəymiş zərərlər üzrə təminat verilir və avtomobilin təmiri və ya maliyyə ödənişi kompensasiyası formasında sizə ödənilməsi nəzərdə tutulur. Lakin dinləyicinin vurğuladığı kimi, əgər sizi qiymətlə bağlı dəymiş zərərin həcmi müəyyənləşibsə, hadisəni təsdiq edən sənəd sığortaçıya təqdim olunubsa, siz tərəfdən də tələb olunan sənədləşmə prosesi həyata keçirilibsə və zərər məbləği də müəyyənləşibsə, 15 gün sizin zərərinizi uzatmalı deyirlər. Bəli, belə bir məqam varsa, siz bununla bağlı sığorta şirkətinə eyni qaydada öz hüquqlarınızın müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının qaynar xəttinə də müraciət edə bilərsiniz, şikayətinizi də bildirə bilərsiniz. Çünki 15 gün ərzində sığortaçı qanunvericiliklə icbari sığorta haqqında qanunda son sənəd sığortaçıya daxil olduqdan sonra 7 iş gün ərzində zərəri tənzimlənməli və ya bununla bağlı müvafiq qərarını istehlakçıya, zərər çəkmiş şəxsə mütləq qaydada bildirməlidir. Bəli. Xanım, dinləyicimizə yenə qayıdıram. Sığorta şirkətinə məlumat verilib, polis deyib ki, gedib pulunu götürə bilərsən, amma həmin yəni xanım dinləyicimiz getmir. Bəli, sığorta şirkətinin bununla bağlı məlumatı varsa, qeydiyyata alınıbsa, zərərlə bağlı bu məlumatlar onda varsa, hesab edirəm ki, hər hansısa bir çətinlik olmayacaq. Yenə də vurğuladığımız kimi, hər hansısa bir məqam olarsa, sual olarsa, qaranlıq məqam olarsa, inşallah növbəti həftələrdə biz bununla bağlı da sualları cevablaya bilərik. Bəli. Xanım dinləyicimizin yenidən mesajını gözləyirik. Yəni o prosesdən sonra hansı ki gedəcək sığorta şirkətinə vəziyyət necə oldu mütləq şəkildə çox istəyərik ki, bəli. İnanırıq ki, çətinlik yaşamayacaq, amma o təəssüratları gedəndən sonra nəticələri bizə bildirsə çox yaxşı olar. Təşəkkür edirəm dinləyicilərimizə və mən Emin bəy sizə təşəkkür edirəm. Çox sağ olun. Bu gün də maraqlı, faydalı bir efir oldu. Dinləyicilərimizin sualları da cavablandı. Minnətdarıq sizə. Mən də sizə Avto FM rəhbərliyinə dərin təşəkkürümü bildirirəm ki, belə maraqlı kontekstdə həm sığorta, həm də digər məsələlərə biz toxunduq burada. Sığortanın işləmə prinsipləri, vətəndaşlara olan münasibəti və dinləyicilərin də suallarını cavablandırdıq. Sizə dərin təşəkkürümü bildirirəm, minnətdaram. Çox sağ olun. Bir daha xatırladıram, bugün qonağımız Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev idi.